Bugün benim için bir gurur verici gündür. Ben çok şadam ki bizim bu bulağımızın açılışı bizim Azərbaycanımızın dinç dövrünə, yani Azərbaycanın suverenliyinə təsadüf elədi. Ben çok danışmak istemiyorum ama istesem de istemesem de anlayacaqdır. 1979-cu il mən həmin məktəbə birinci dəfə müəllim kimi qəbul olunmuşdum. Və onda gələndə Vaqif Ağaçiyev 5-ci sinifdə oxuyurdu. Və mən orada o vaxt qrup var idi, qrup rəhbər işləyirdim. Lakin aradan bir-iki ay keçəndən sonra Elişən hardadır? Elişən gel yanıma. Məni təyin elədilər Elişən gibi sinifinə. Mən onların sinif müəllimi olmuşam. Və Vaqiflə ən çox tanışlığım da elə başladı. Bilirsiniz ki, məktəbdə kiçik qardaşları olan qardaşlar hər dəqiqə gəlirlər, qardaşlarına maraqlanırlar. Vaqif də elə qardaşlardan idi. Vaqifin siması mənim gözümün qabağından getmir. Yəni Elişinə baxanda da hiss edir. Elə bilin bunların özlərində, simalarında qəhrəmanlıq, bir necə deyim, bu üzlərində görünür. Bugün mən Yaqub dayının adını çəkmək istəyirəm. O vaxtlar mən Nuridə xanımı görməmişdim. Belə ki, valideyn rastlarına həmişə Vaqif ata gəlirdi. Bağışlayın, Yaqub ata gəlirdi. Və Elşəngiyev ibtidaisini qurtarandan sonra bilir ki, sinif müəlliminin başı qaçır o bir uşaqlara. Və mənim demək olar ki, Vaqiflə əlaqəm kəsildi. Bir də mən o vaxt eşitdim ki, dediler ki, Yaqub atanın oğlu Vaqif qəhrəmanlıq eləyib, əlində qumbara, tankı partladaraq neçə bizim əskərimizi xilas edib. Allah ona rəhmət eləsin. Bu günlərin bizim uşaqlarımız Vaqifin adını həmişə qürurla çəkirlər. Keçən illərin Arifə müəllimə mənə deyəndə ki, müəllimə istəyirəm, siz Vaqiflə şəxsən tanış olduğunuza görə və sinifinizə Vaqifin adını verək. Biz az bir müddətdə Vaqifə həsr olunmuş gözəl bir senari yazdıq. Burada iştirakçılarımız da var və uşaqlarımız, valideynlərimiz həvəs bu işə qoşuldular. Ne deyərəm, Nuridə anam? Siz heç vaxtı özünüzü nətər deyil. Bayaqlar bir gözəl söz deyirdi. Şəhidlər hər zaman anılır. Allah rəhmət eləsin. Allah yerdə qalan balalarına ömür versin. Vaqifin adını daşıyan Vaqif balana Allah kömək olsun. Elşən, bilirəm ki, bu bulağın açılışında sənin zəhmətin böyük olubdur. Bir qardaş kimi, qardaşın borcudur, düzdür, qardaş özü eləmək, amma sən doğrudan da yaxşı qardaş olmuşsan. Sağ olun, hər birinizə minnətdarlığımı bildirirəm. İndi isə sözü balaca fidanlara verirəm. Konuşturur cismine Bak seferin mübarek Azad oldu torpağın Yandı sömür çırağın Tarih yazdı günler Ak seferin mübarek Hakkımızın uğrunda Durmuştur İsa Düşmenden azad olan Torpağımız mübarek Vatan namine bizler En büyük düşmenleri Heder gitmedi bir can Gelebemiz mübarek Başkanında
Bu indi azadlık göğüsünden. Alanet hakkını şehit anası. Bəxşetdi güneşi sen elimize. İlhamlı zaferle mehrum millette. 73 ebedi avcımıza. 73 ebedi avcımıza. Qələbəmiz əbədi, yağır sevinç məşəli, yanır sevinç yağışı, ah zəfəri mübarək. Getdi qara buludlar, artıq durdu səmavar, 30 ilin sonunda, ah zəfəri mübarək. Haqqımızın uğrunda yürüşdük biz sana dək, düşməndən azad olan torpağımız mübarək. Vətən naminə bizlər məhv etdik düşmənləri, həzər getmədi bir can, qələbəmiz mübarək. İrəli dedi Ali Başkomandan, ordumuz məhv etdi xain düşməni, torpağa qanıyla can verdi şəhid. Bu indi azadlıq göğüsündən, halal et haqqını şəhid anası. Bəxşetdi güneşi sen elimize. İlhamlı zaferle mehrum millette. 73 ebedi avcımıza. 73 ebedi avcımıza. İrəli dedi Ali Başkomandan, ordumuz məhv etdi xain düşməni, torpağa qanıyla can verdi şəhid. Ruhu indi azadlıq göğüsündən, halal et haqqını şəhid anası. Bəxşetdi güneşi sen elimize. İlhamlı zaferle mehrum millette. 73 ebedi avcımıza. 73 ebedi avcımıza. Eşk olsun, eşk olsun. Neyse. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donub, İlhamın dünyası odlanır yanır. Sənin gözünündən yanırlar sınıb, çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donub, İlhamın dünyası odlanır yanır. Sənin gözümündən yanırlar sınır, qarş al, bağlama şəhid anası. Diğer dostlarına ne diyecekler? Şehitler ölmür ki qəlbdə yaşayır. Ruhuna hürmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar? Sil göz yaşlarını, başını dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla ana. Vətən üçün canından keçən igidlər, torpağı bəxş edib Azərbaycana. Qürurla cəmiyyət içində dayan. Ey şəhid anası, ağlama nə olar? Boş yerə deyilmir bu kəlmələr. Qəhrəman ağlar, qəhrəman doğar. Bu yurd üçün can verənlər, adınız qaldı calıqda.
tarixini, hər daşında, hər qarışında yaşadırıq şəhidini. Ruhunuzdan doldu nur tək, bu torpağın sabahı da, şəhid olan hər bir igid yaşayır xalqın duasında. Şəhidlər qanıyla zəfər sözünü həkk etdi, tarixin yaddaşına dağ-daşa bərk etdi. Şəhadət körpüsü ilə bu dünyanı tərk etdi. Şəhidlərin verdiyi mərd başını ucaldır, cənnətin quşlarıdır, məqamları ucadır.